Biz uğurlu gənclərdən, şagirdlərdən danışırıq. Elə belə bir belə deyək, istedadlı bir gənci sizə tanıdacağıq. Əməkdaşımız Orxan Əliyev Takta Color layihəsini belə bir ixtira eləyib. Bu barədə sujetimiz var. Gəlin izləyək, qayıdıb bir yerdə müzakirə eləyərik. Gənc olmasına baxmayaraq, o, inklüziv təhsil sahəsində mühüm bir addım atıb. Söhbət Bakı Dövlət Universitetinin nəzdindəki Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi Samirə Cəfərlidən gedir. Belə ki, o, müəllifi olduğu Takta Color layihəsi ilə öz yaşıdlarından fərqlənir. Müsahibimiz Braille şriftindən istifadə edərək nağıl və rəngləmə kitabını ərsəyə gətirib. İdeya mənim ağlıma 5 yaşım olanda gəldi. Mənim hal-hazırda da görmə məhdudiyyəti olan dostlarım, eşitmə və s. o məhdudiyyətlər olan dostlarım olduqca çoxdur və uşaqkən onlardan vaxt çox keçirmişəm və bir çox fəaliyyəti birlikdə görmüşük. Mən isə rəngləməni etməyi çox sevirdim və düşündüm ki, dostlarımla da bunu birlikdə eləyim. Amma sonra anladım ki, onlar axı hər şey ya əllə, yəni dəyərək, ya da ki, eşidərək məlumat alırlar. Və bu rəngləməni eləyə bilməyəcəklər. Onda da ideya gəldi ki, bəs mövcud rəngləmənin, şəkillərin qıraqlarını qabarıq eləyək, buradakı kimi. Elə o vaxt ideya gəldi, amma ancaq 10 ildən sonra, bu dəqiqə mən bu ideyanı həyata keçirə bildim. Layihənin şəxsi əşyalarının satışından maliyyələşdirdiyini deyən Samirə, kitabın çapı zamanı çətinliklər yaşasa da, bunun da öhdəsindən gəlməyi bacarır. Biz kitabları tipoqrafiyada çap eləmişdik, Braille printerləri ilə. Mən özüm də bu print prosesində iştirak edirdim. Elə printə özüm verirdim kitabları, vərəqləri bir-bir. Bir problem o idi ki, sizə deyim, məsələn, hal-hazırda printerlər nə qədər də modern olsa, modernizasiya və təkmilləşsə də print çox gec olur. Və məsələn, bir səhifəni 1 dəqiqə 30 saniyə və s. Yəni 1 dəqiqədən çox olur adətən bir səhifənin printi. Hətta 2-3 dəqiqəyə də gəlib çıxa bilər. O vaxtı çox aparırdı və bu problemlə rastlaşdıq ki, printin zamanı çoxdur. Bu kitab sayəsində görmə məhdudiyyətli uşaqlar nağılları oxumaqla yanaşı, təsvirləri də hiss edərək rəngləyə bilirlər. Layihənin əsas məqsədi uşaqlarda həm təxəyyülü, həm də yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Bu rəngləmələri necə eləmək olar? Bu tipdə istifadə edirdik şəkilləri, uşaqlar bunların üstündə rəngləməyi öyrənirdilər. Necə də rəngləyirlər, o prosesdə sizə izah edeyim. Hər dəstin içində belə bir rəngli qələmlərin qutusu var. Burada da 12 rəng var. Hər qələmin üstündə də müəyyən sayda xətlər eləmişəm. Məsələn, burada gördüyünüz kimi bənövşənin üstündə 3, 4, 5, 6, 7 xət var. Sonra məsələn, sarı rəngin üstündə 1 xət var. Qəhvəyi rəngin üstündə 2 xət var. Bu bütün qutularda, bütün qələmlərin üstündə var və xətlərin sayı hansı rəngə uyğun olduğunu uşaqlar kitabda istifadə qaydalarını da oxuyurlar. Yəni, kitabın əvvəlində istifadə qaydaları var, onlar istifadə qaydaları ilə tanış olduqdan sonra artıq rəngləməyə keçirlər. Yəni, orada hamısı təlimatlar verilir. Biz fikir verdik ki, uşaqlarda həqiqətən çox yaxşı alınırdı. Hətta görmə qabiliyyəti heç olmayan uşaqların daha da yaxşı alınırdı. İstedadlı gəncimiz bu layihənin gələcəyi ilə bağlı fikirlərini bizimlə də bölüşdü. Hal-hazırda təkmilləşdirmə ideyası da var. Məsələn, biz bura QR kodlar qoyacağıq ki, məsələn, eşitmə qabiliyyəti məhdud olan uşaqlar da QR kodu skan eləyərək onun audio versiyasını da eşidə bilsinlər, qulaq assınlar və ya surda tərcüməçi ilə və s. Yəni ki, hər kəsə əl çatımlı olsun bu kitab. Samirə Cəfərlinin bu önəmli təşəbbüsü bir daha sübut edir ki, yaş fərqi olmadan da hər kəs cəmiyyətin daha bərabər və əlçatan olması üçün töhfə verə bilər. Bu gözəl və bu nəcib təşəbbüsə görə biz Samirə xanıma təşəkkür edirik. Ümumiyyətlə, biz görürük ki, bu tip insanlar hansı ki, hər kəsi nəzərə alırlar, eqoist deyirlər və o insanlar mütləq şəkildə özlərini həm də cəmiyyətdə yer eləyirlər. Və bu da çox gözəl və maraqlı bir ixtiradır. Deməli, ora qədər insan düşünüb və əlindən gələn eləyib. Bir daha təşəkkür edirik. Həmçinin əməkdaşımız Orxan Əliyevə təşəkkür edirik bu süreçdə. Və belə layihələrin çox olması lazımdır. Təşəkkürləri çoxaltdım, biraz problem oldu. Layihələr çox olsun. Bu cür layihələr, bu tipli layihələr çox olsun.